Rusiyanın 7,2 milyon dollara Amerika Birləşmiş Ştatlarına satdığı Alyaska. Tarixi səhvdə Osmanlı izi. Alyaskanın satılması 1867-ci ildə Rusiya imperiyası və ABŞ hökumətləri arasında imzalanan unikal bir müqavilədir. Əməliyyatın dəyəri 7,2 milyon dollar təşkil edib. Əvəzində isə ABŞ-a 1,5 milyon kvadrat kilometr Rusiya ərazisi verilib. Bu müqavilə ətrafında bugünə qədər bir çox əfsanə və söz-söhbətlər davam edir. Bu versiyalardan biri də adanın satılmasında türklərin rolu ilə bağlıdır. Alyaskanın satılmasında doğrudanmı türklərin rolu olmuşdu? Gəlin öncə bu ərazinin coğrafi mövqeyinə nəzər salaq. Şimali Amerikanın şimal-qərbində yerləşən Alyaska, Çukotka yarımadasından Bering boğazı ilə ayrılır. Şərqdə Kanada ilə həmsərhəddir. Materik və adalar olmaqla iki hissədən ibarətdir. Şimali Amerikanın ən yüksək zirvəsi olan McKinley və bir sıra fəaliyyətdə olan vulkanlar Alyaskada yerləşir. Alyaskanın iqlimi yalnız Sakit Okeanı sahilində mülayimdir. Qalan bütün hissələrdə arktik və subarktik iqlim hökm sürür. Alyaskaya ilk dəfə ayağı dəyən Avropalılar 1729-35-ci illərdə Şestakov və Pavlyutskinin başçılıq etdiyi ekspedisiyanın nümayəndələri olublar. Alyaska rəsmən 1732-ci ildə Rus səyyahları Federov və Qvozdev tərəfindən aşkar edilib. 1741-ci ildə kapitan Çirikov bu ərazinin varlığı barədə faktı rəsmən qeydiyyata aldırıb. Əvvəlcə bu ərazilər Rusiya imperatorunun marağında olmamışdı. Bu ərazilər yerli aborigenlərlə fəal ticarət edən, onlardan qiymətli xəzləri satın alan tacirlər üçün daha maraqlı idi. Bu səbəbdən Bering boğazı sahillərində bir çox kiçik ticarət məntəqələri yaranmağa başladı. Rusiya imperiyası üçün isə yalnız yüksək gəlir mənbəyi olan ərazilər önəmli idi. Alyaska həmin dövrdə bütün dünyaya qiymətli xəzlərləri satırdı. Lakin Rusiya tacirlərinin bitməyən acgözlüyü bu zəngin regionu bir neçə il ərzində dotasiyaya ehtiyacı olan kasad bir regiona çevirdi. 1772-ci ildə Alyaskaya aid olan Aleut adalarında ilk Rus məskənləri salınmağa başlandı. 1784-cü ildə Şelexovun ekspedisiyası Alyaskada ilk Rus qəsəbəsinin, Kadyakın əsasını qoydu. Alyaska ətrafında siyasi vəziyyət isə 1799-cu ildə bu ərazinin rəsmi olaraq Rusiya imperiyasının tərkib hissəsi elan edilməsindən sonra dəyişməyə başladı. Bu qərarı Alyaskanı ilk dəfə aşkar edənin Rusiyalı dəniz səyyahlarının olması ilə əlaqələndirirlər. Həmin ildən başlayaraq Alyaska Rusiya və ABŞ tərəfindən birgə idarə olunurdu. Buranın ilk qubernatoru Baranov təyin edilib. Onun rəhbərliyi zamanı yeni Rus qəsəbələri salındı və Rusların adadakı torpaqları bir qədər də genişləndi. 1853-cü ildə Şərqi Sibir əyalətinin qubernatoru Muravyov-Amurski ilk olaraq Alyaskanı dövlət əhəmiyyətinə malik olmayan subsidiyalı bir region kimi satmaq üçün rəsmi bir təklif irəli sürüb. Qubernatorun sözlərinə görə Alyaskanın satılması Rusiyanın Sakit Okean sahilindəki mövqeyini gücləndirməyə kömək edə bilərdi. Bu, həm İngiltərə ilə mövcud ziddiyyətlər fonunda, həm də ABŞ-la münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində vacib amil hesab edilirdi. Alyaskanın satışının əsas ciddi təşəbbüskarı isə imperatorun qardaşı Knyaz Konstantin Romanov idi. 1857-ci ildə bu barədə Xarici İşlər naziri Qorçakova məktub yazan Knyaz Romanovun təklifi nazir tərəfindən də bəyənildi. Sonradan Knyaz Alyaskanı satmaq təklifi ilə Çar qardaşına müraciət edərək bunun üçün vacib səbəbləri qeyd etdi. Birincisi, Alyaskada qızıl tapılması. Paradoksal olsa da bu müsbət kəşf imperatora İngiltərə ilə müharibəyə səbəb ola biləcək bir bəhanə kimi təqdim edildi. Konstantin Romanovun sözlərinə görə qızıl əlbəttə ki ingilisləri cəlb edəcəkdi. Ona görə ya bu torpaq satılmalıdır, ya da müharibəyə hazırlaşmaq lazımdır. İmperiya müharibəyə hazırlaşacaq maddi imkana malik deyildi. İkincisi isə bölgənin zəif inkişafı idi. Qeyd edildi ki, Alyaska kasıb bir bölgədir. Oranın inkişafı imperiyanın imkanları xaricində olan böyük investisiyalar tələb edir. Alyaskanın satılmasında görünən səbəblərlə yanaşı əslində başqa bir həll edici amil, Osmanlı dövləti faktoru da var idi. Belə ki, Rusiya mütləq qələbə ilə çıxacağına əmin olduğu tarixi Krım müharibəsində Avropadakı güclərə, xüsusən İngilis ordusuna arxalanan Osmanlı dövlətinə uduzdu. Ruslar Krım müharibəsindən sonra çox pul itirməyə başlamışdı. Gələcəkdə özlərini qorumaq üçün ancaq pula ehtiyacları vardı və beləliklə 1866-cı ildə Vaşinqtonda müşavirə keçirildi. Bütün iştirakçılar ideyanı dəstəklədilər və hətta ilkin qiymət də təyin edildi. Qızılla 5 milyon dollar. Satışa dair danışıqlar aparmaq Baron Eduard Andreevich Stekla həvalə edildi.
O, İmperator Aleksandrdan Alyaskanı 5 milyon dollara satmaq barədə yazılı göstəriş alaraq danışıqlara göndərildi. Rusiya səfiri isə qərarını dəyişdi və Alyaska üçün 5 milyon yox, 7,2 milyon dollar təklif etdi. ABŞ prezidenti Andrew Johnson təklifi qəbul etdi. Çünki həmin ərazilər heç bir infrastruktura malik olmasa da qızılı bol idi. Səfirin rəsmi səlahiyyətləri 1867-ci ilin martın 18-də tanındı və növbəti 12 gün ərzində davam edən danışıqlara başlandı. Müzakirələr mükəmməl məxfilik rejimində keçirildi və bütün digər dünya ölkələri üçün Alyaskanın satılması faktı böyük bir sürpriz oldu. Və 1867-ci ildə Vaşinqtonda rəsmi müqavilə imzalandı. Müqaviləyə əsasən ABŞ Alyaskanın bütün ərazilərinə sahib oldu. Alyaskanın ABŞ-a verilməsi 1867-ci ilin oktyabrın 18-də baş tutdu. Həmin andan etibarən Alyaska rəsmi olaraq ABŞ ərazisinə çevrildi. Rəsmi mərasim sakit bir tərzdə keçirildi. Əslində mərasim Rusiya bayrağının aşağı endirilməsi və ABŞ bayrağının qaldırılmasından ibarət oldu. 1911-ci ildən bəri Amerikalılar bu hadisənin il dönümünü böyük bir bayram kimi qeyd edirlər. Alyaska günü. Ancaq zaman göstərdi ki, Rusiya imperiyasının Alyaskanı satması tarixi səhv idi. Çünki bu satışın üstündən heç 50 il keçməmiş, Amerikalılar ödədikləri pulun 100 mislini geri qazandılar. Amerikalılar Alyaskanın Rusiyadan satın alınmasını ABŞ tarixində dövlətin ən strateji qərarlarından biri kimi qiymətləndirirlər. Təsadüfi deyil ki, ABŞ illər əvvəl verdiyi bu qərardan, Alyaskadan gələcəkdəki soyuq müharibədə Sovet Rusiyasına qarşı uğurla istifadə etdi. Qeyd edək ki, bir zamanlar dəyərsiz bir torpaq hesab edilərək ucuz qiymətə satılan Alyaska, hal-hazırda ərazisinə görə ABŞ-ın ən böyük ştatı və ən strateji nöqtələrindən biridir.